Dərdi qəmi atmışam, Ağdərəni Kəlbəcərə qatmışam, Qubadlıya çatmışam, sən də gəl ömrüm günüm. Bəh, çaylar məndən, mənzərə də Qarabağdan olsun. Bu gözəlliyi bizə yaşatdıqları üçün, bizə bəxş edildikləri üçün təşəkkür edirəm. Tək şəhidlərə yox, elə qazilərə də, bütün Azərbaycan ordusun'a təşəkkür edirəm. Çox təşəkkür edirəm bu yerləri. Bura Ağdərə, Ağdərənin Vəh kəndidir. Uzaqdan səs gəlir, şəlalənin səsidir. Hər yeri bir şəlalədir. Çox gözəl, çox. Getdikcə getmək istəyir o tərəflərə. Amma qorxuram. Mənim səcdəgahım, qibləgahım Qarabağ. Bu ifadə təkcə bir cümlə deyil. Mənim qəlbimdəki bağlılığın, inamın və müqəddəs saydığım torpağa olan sevgimin ifadəsidir. Qarabağ mənim üçün sadəcə coğrafi məkan deyil, tarix, kimlik və ruh məsələsidir. Bu torpaq uğrunda illərlə aparılan mübarizə, verilən şəhidlər və göstərilən qəhrəmanlıq Qarabağı mənim qəlbimdə müqəddəs bir zirvəyə çevirib. Ona görə də səcdəgah və qibləgah kimi dəyərlərlə yanaşı çəkilməsi təsadüfi deyil. Bu ən yüksək mənəvi bağlılığın simvoludur. Qarabağ həm dərdim, həm qürurum, həm də yenidən doğuluşumdur. Qarabağın işğal dövrü mənimlə yaşıtdı. Niyə mən bu torpaqlara bu qədər bağlıyam? Heç vaxt görmədiyim, ayaq basmadığım bu yerlər niyə mənə bu qədər müqəddəsdir? Mən 30 il ərzində Qarabağı məcburi köçkünlərin, o yerlərin sakinlərinin dilindən eşitdim. Kəlbəcər mənim üçün bir əfsanə idi. Qarabağın hər qarışı bir nağıl idi. Və mən indi o nağılların gerçəyini yaşayıram. Arzularım real oldu. Xəyallarım gerçək oldu. Təşəkkür edirəm sənə, Azərbaycan əskəri. Çox səmimi təşəkkür edirəm. Mənə bu xoşbəxtliyi, mənə bu qüruru, mənə bu fəxri, sevinç və həyəcan hissini bir yerdə yaşatdığın üçün. Sənin uşaqların atasız qaldı. Sənin anan oğul deyib fəryad elədi. Amma mən bugün bu torpaqda gəzirəm, xoşbəxtəm. Ona görə də sən də, uşaqların da, yarımçıq qalan nakam eşqin də haqqını mənə halal etsin. Bizə halal etsin. O kadar güzel kokusu var ki bu benim şalarımda. Əsl danışır. O kadar güzel kokusu var. Çok güzeldi.
Bu qədər gözəl yerlər qoyub xaric axtarırıq. Nə bilim, Montenegro axtarırıq. Nə işimiz var orada bizim? Bu qədər gözəl yerlər qoyub. Bundan sonra, bu gözəlliklərdən sonra mən 100% bir Qarabağlı ilə evlənəcəm. Başqa yolu yoxdur. Burada qalmağın başqa yolu yoxdur. Burada qalmağın başqa yolu yoxdur. Çok güzeldi de, çok güzeldi. Bildiğiniz güzeldi. Tarifi yoktu. Çok güzeldi. Gitmek istemiyorum burada. Gitmek istemiyorum. Burada kalmak istiyorum. Ben burada kalmak istiyorum. Keşke ben Qarabağlı olsaydım. Keşke ben Ankaralı olsaydım. Bilirsiniz ben niye Qarabağlı olmak istiyorum? Niye ben Qarabağı sevirəm? Niye ben Qarabağlıları sevirəm? Ben 100% bir Qarabağlı ilə evlənəcəyəm.